Salam, hər vaxtınız xeyir. Deməli 07-12-2025-ci ilin 11-ci sinif 2-ci qrup blok suallarına baxaq OTK-nın. Gəlirəm birinci suala. Mərkəzi O nöqtəsində olan çevrədə AOB, AH və ACB-ni danışır. Uşaqlar, mən əgər ACB-yə bir dənə X desəm, deyə bilsək, ACB-yə bir dənə X desən, daxilə çəkilmiş bucaq X-dırsa, qövsün bundan 2 dəfə böyükdür. Mərkəzi bucağı isə söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Yəni, demək istədiyim AOB 2X olar, ACB-miz isə X eləyər. Bu 87-dir. Alıram ki, 3X-im 87 olduğuna görə 87-ni 3-ə bölsəm 29 eləyir, əgər yalan danışmadımsa. X-im 29-dursa, evim qövsün bundan 2 dəfə böyükdür. 29-u 2-yə vurub 58 yazaram. Y variantı. Gəlirəm 2 nömrəli suala. Ədəd 20 dəfə azalıb. Ədədim 100 ədəd, 100 idi. 100 ədədim 100% sayılır. Bu ədədi 20 dəfə azaltmışıqsa, 100-ü, uşaqlar, baxın, bölərəm 20-yə. Onlar 5. 100 idi, düşüb 5-ə. 100%-dən 5%-ə düşübsə bu. Deməli, belə çıxır ki, 95% azalma olub. A variantı. 3 nömrəli sual. Atanın indiki yaşı oğlun yaşından 7 dəfə çoxdur. Bu atamız olsun, bu da oğlumuz olsun. Atanın indiki yaşı oğlun yaşından 7 dəfə çoxdursa, oğla X qoysam, atamız 7X olar. 2 il sonra həm atanın yaşı artıb, həm də oğlun yaşı artıb. 2 il sonra isə atanın yaşı oğlun yaşından 5 dəfə çoxdur. Yəni, mən oğlun yaşını 5-ə vursam, atanın yaşını alaram. 7X üstə gəl 2 bərabərdir, 5X üstə gəlinsin ona. Buradan 2X bərabərdir, 8 alaram, X-im 4 eləyəcək. Atanın indiki yaşından danışır. İndiki yaşı atanın 7X idi, bu da X idi. 7-ni 4-ə vurub gənclər, 28 alaram. C variantı. Sonra 4 nömrəli suala baxaq. Yan tərəflərinin uzunluğu 18 cm olan bərabəryanlı üçbucağın bucaqlarından biri. Uşaqlar, bərabəryanlı üçbucağın bucaqlarından birindən danışırsa, təbii ki, təpə bucaqdan danışır. 120 dərəcədir. Bu bərabəryanlı olduğuna görə təpə bucağımız 120-dirsə, 180-dən 120 çıxaram 60. 2 yerə bölüb 30-30 dərəcə yazaram. Onun oturacağa çəkilmiş medianın uzunluğundan danışır. Bizə yan tərəfi 8 verib, 30 dərəcəli bucağın qarşısındakı katet, təbii ki, hipotenuzun yarısına bərabərdir. Və niyə görə 90 dərəcədir? Çünki bərabəryanlı üçbucaqda təpədən çəkilən hündürlük median tənbölən üstə düşür. Ona görə cavab 9 eləyəcək. 5 nömrəli suala baxın. Aşağıdakı münasibətlərdən doğru deyil. Birinci AB-dən danışsaq, uşaqlar. 2 vurulsun 10 üstü mənfi 17-ni vuracağım 6 vurulsun 10 üstü mənfi 9-a. 9-dur, 19-dur, mənfi 9-dur. Mənfi 9-a. 2-ni 6-ya vuraram 12. Vurmada əsaslar eynidirsə, qüvvətlər toplanılır. Bu da mənfi 26 eləyər. Uşaqlar, mən heç səhv yazmamışam, yox, yazmamışam. Bu, ədədin standart şəklində yazılışıdır. Ədədin standart şəklində yazılışında tam hissə 1 ilə 10-un arasında olmalıdır. Amma bizdə 12-dir. Bunu 1 ilə 10-un arasına gətirmək üçün 1,2 qoyaram. Və vergül qoyduğuma görə 1 vahid sola gətirdiyimə görə qüvvətin üzərinə də 1 gələrəm. Mənfi 25 eləyər. Yəni, demək istədiyim, birincisini doğru yazıblar. B-ni deyir A-ya böl. Yəni, 6 vurulsun 10 üstü mənfi 9-u böl 2 vurulsun 10 üstü mənfi 17-yə. Uşaqlar, 6-nı 2-yə bölsəm eləyəcək 3. Bölmədə üstlər çıxılır. Vurulsun 10 üstü mənfi 19. Üstə gəlinsin 17 eləyər. Bu da 8 eləyər. Elə 3 vurulsun 10 üstü 8 doğrudur. Sonra gəlirəm A B-dən böyükdür. A-ya baxaq, bir dənə də B-yə baxaq. Təbii ki, böyük deyil. Çünki burada sıfırlar çox gedəcək belə-belə. Amma burada az gedəcək. Çünki burada mənfi 9-dur, burada mənfi 17-dir. Yəni B A-dan böyükdür. Hansı doğru deyil? Doğru deyil, bir dənə 3 uşaqlar. Digər ikisi doğrudur. Y variantı. 6 nömrəli sual. Maraqlı sualdır. Kəsr hissəsini tap deyəndə biz bunlardan işləmişik. Əlavədə də işləmişik. Ümid edirəm ki, bunu səhv eləməmisiniz. Vallahi səhv eləsəz, əziyyətim heç nə. Deməli, uşaqlar, biz tapmalıydıq ki, mötərizənin içindəki ifadə nəyin kvadratıdır? Mən də onu tapmağın yolunu öyrətmişdim ki, sizə bunu birinci və ikinci hasilinin 2 misli deyil, 4-ü yazaram 2 vurulsun 2 şəklində. Burada da kökün altında 11 qalıb. Aydınlıqda yəqin ki, nə demək istədiyim. Yəni, demək istədiyim, mənim bu kökün altındakı ifadəmə fikir versəz, 2 mislinin üstündən xətt çəksən mən bunun, 2 üstə gəlinsin kökdə 11-in kvadratının açılışı olacaq. Bax, burada birinci və ikinci hasilinin 2 misli olmamalıdır. 2AB. O 4-ü 2 mislinə ayırsam, yerdə 2 ilə kökdə 11 qalıb. 2 üstə gəl kökdə 11-in kvadratıdır. Birincinin kvadratı, ikincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli. Bu 15, bu da 4 kökdə 11-im. İndi burada minusudur prosta. Ümid edirəm ki, aydın oldu nə demək istədiyim, ən sadə yolu kimi. Mən yazaram bura 2 minus kökün altında 11-in kvadratı. Şagird deyir, müəllimə, kvadratla kök ixtisar gedib demişdik ki, cüt dərəcədən ədəd modulda çıxır. 2 minus kökdə 11 mənfi ədəddir. Mənfidirsə yerini dəyişib çıxardırdım. Kökdə 11 minus 2. Bu oldu mənim ədədim uşaqlar. Sənə deyir ki, kökdə 11 minus 2-nin
Nəyin tap deyir? Kəsr hissəsini. Əvvəlcə mən bunun tam hissəsini taparam da, elə deyilmi? Tam hissəsi kökdə 11-dən təqribən 3 tam neçəsə çıxır. 3 tamdan 2 tamı çıxanda bu 1 tam eləyir. Ədədin kəsr hissəsini tapanda hər zaman ədədin özündən tamını çıxırıq. Yəni müəllimə kökdə 11 çıxılsın 3 eləyəcəyik. Varmı? Bəli, Y variantı. Gəlirik növbəti suala. Bunu hər ehtimala qarşı SS götürüm. Gəlirəm növbətisinə. Nə deyir burada? Bu tənliyinin böyük kökünü tapmaq lazımdır. Birinci halda modul ifadələri olduğu kimi çıxardırıq. İkinci halda ikisindən birinin yerini dəyişirik. 13 minus 2x bərabərdir 10 minus x. İkisinin də yox ha, ikisindən biri. Buradan 3x bərabərdir 23-ə. Buradan x bərabərdir 23-ü bölərəm 3-ə. 23-ü də 3-ə bölsəm uşaqlar səhv eləmədimsə 7 tam 3-dəki eləyir. 21, 3 bəli. Buradan yazaram ki x bərabərdir 3-ə. Bu kiçik kökdür, bu da böyük köküdür. Ona görə cavab B variantı. Gəlirəm 8 nömrəli suala. Bir dənə düz bucaqlı 3 bucaq çək deyir mənə. Bu bucağa alfa götür. Tangens yox, kotangens verib. Kotangens alfanı uşaqlar verib ki 2-dir. Kotangens alfa da müəllimə bitişik katetin qarşıdakı katetə nisbətidir ki 2-nin 1-ə nisbəti bizə 2 verib. Mən də Pifaqordan bilirəm ki 2-nin kvadratının üzərinə 1-in kvadratını gəlsən bura kökdə 5 eləyər. Tangens betadan danışır. Bax bura alfadsa, bura betadan danışır. Çünki alfa və beta iti bucaqlar verib. Tangens beta uşaqlar qarşıdakı katetin bitişik katetə nisbətidir. Yəni 2-ni 1-ə bölüb 2 yazaram. Bu kosinus betadır. Kosinus beta da bitişiyin hipotenuza nisbətidir. 1 bölünsün kökün altında 5. Cavab eləyəcək 2 kökün altında 5. D variantı. 9 nömrəli sual. 6-ya bölünən 2 rəqəmli ədədlər çoxluğu 9-a bölünən 2 rəqəmli kəsişməsini tapın. Kəsişməsi o deməkdir ki, 6-ya bölünənlə 9-a bölünən ədəd eyni zamanda 18-ə bölünəcək. Deməli, mən 18-ə bölünən 2 rəqəmli ədədləri yazmalıyam. Vay vay. Biri 18 eləyər, biri 36 eləyər. 36-nın üstünə 18 gəlsəm 54 eləyər. 54-ün üstünə uşaqlar 18 gələ bilərsiniz mənim üçün. 72 eləyir. 72-nin üstünə də 18 gəlsəm 90 eləyir. Bunların cəmini tapmaq lazımdır. Bu eləyəcək elə 54-ün özü. 54-ün üstünə 54 gəlib 108 yazaram. 72-nin üstünə 90 gələrəm. 162 yazaram. Əgər yalan danışmadımsa, 270 yalan danışmadım. Sonra gəlirəm 10 nömrəli suala. 10 nömrəlidə vay vay. 4-ə ixtisar edeyim yazım mı birincini? Buradan yaxşı. Buradan da 3-ə. Kökdə 72-ni uşaqlar olduğu kimi yazım hələ ki bir dənə. Bu kökdə 18-i kökdə 32-yə bölsəm 2-yə ixtisar getsə 6 kökdə 9 qalar. Burada da neçə qalar uşaqlar? Kökün altında 16 qalar. Mən bunun məxrəcini irrasionallıqdan azad eləmək üçün 2 üstə gəl kökdə 2-yə vuraram. Bunu da özünə vurmaq kvadrata yüksəltmək deməkdir. Yəni birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli, ikincinin kvadratı. 2-ni 2-yə vuraram. 4, kökdə 2-ni kökdə 2-yə vurub 2 yazaram. Kökdə 27-ni kökdə 3-ə bölsəm kökdə 9 bölünsün 2 qalar. Kökdə 72-ni neçə vur yazım? 8 vur 9, yox. 4, 36 vur 2 kimi də bala. 36 vur 2 kimi də yazsam bu 6 kökün altında 2 eləyər. Çıxılsın. Gənclər. Çıxılsın neçə? Bundan 3, 6-nı 3-ə vuraram. 18 bölünsün kökdən 6-dan da 4 çıxacaq. Üzərinə gəlinsin. Burada nə var? 6-nın üstünə 2 gələrəm. 4-ün üstünə 2 gələrəm uşaqlar. 6 bu məxrəcdəki də 2-dir. 6-nı 2-yə bölərəm 3 eləyər. 4 kökdəkini də məxrəcdəki 2-yə bölsəm 2 kökün altında 2 eləyər. Düzdür? Düzdür müəllimə. Kökdə 9-u da uşaqlar 2-yə bölərəm. Bu da 0,5 kökdə 9 deyil bu. 3-dür də. 3-ü də 2-yə bölsəm bu da 1,5 alınır. 18-i də 4-ə böləndə 2-yə bölsəm bu da 9 bölünsün 2 eləyər. Yəni mənfi 4,5. Düzdürmü? Bu da mənfi 4,5. 6 kökdəkinin üzərinə 2 kökdəki gəlsəm 8 kökdəki. Mənfi 4,5 üstə gəl 3. Mənfi 1,5. Bu da müsbət 1,5. Gedəcək. Cavab qalacaq yalnız D variantı. Sonra gəlirəm 11 nömrəli suala. O nöqtəsi radiusu 6 olan çevrənin mərkəzi rombdur. Bu rombdursa, radiuslarımız 6-dırsa, bütün tərəflərimiz hamısı bir-birlərinə bərabər olacaq uşaqlar. 6-ya bərabər olacaq. Digər tərəfdən rombun sahə düsturları 2-də 1 AH, A kvadratı sinus alfa, eyni zamanda 2-də 1 D1 vurulsun D2 var. Təbii ki, biz burada ancaq bucaqla olandan gedə bilərik. Bucaqla olandan getmək üçün nə edərəm? Mən rombun bir bucağını taparam. Bax, nə edirəm? Bunu bundan birləşdirsəm, burada bir dənə, bu da radius olduğuna görə 6 eləyər. Yəni demək istəyirəm ki, burada bir dənə bərabər tərəfli 3 bucaq olur ki, bizim bütün bucaqlarımız 60 dərəcə olacaq. Rombun da sahə ilə olan düsturu A kvadratı sinus alfadır. A'mız 6-dır. 6-nın kvadratı sinus 60 dərəcəni yazmalıyıq. Burada da kökdə 3 bölü 2 yazaram. 18 kökün altında 3 cavabımız eləyər. Vallahi mənim sınavda işlətdiyim məsələlər bundan çətin idi. Bu asandır yəni. Nədir burada? 6-nı mötərizə xaricini çıxardaram. Düzdürmü? 6 anı.
Nə qalacaq? Bir dənə kömək eləyin. A kub üstə gəl 8 qalacaq. Nə xırdaya düşüb bu? 2-ni çıxartsam A kvadratı çıx 2A üstə gəl 4 qalır. 8-i də 2-nin kubu kimi yazsam, kublar cəmi düsturu kimi aça bilərəm. Bir dəfə cəmi birincinin kvadratı çıx bunların hasili üstə gəl 2-cinin kvadratı. 2A kvadratı çıx 2A üstə gəl 4. Uşaqlar bunlar da gedəcək. 6A-nı 2-yə bölərəm 3A qalar. Üstə gəlinsin burada da A plus 2. Yazacağım 3A kvadratı üstə gəlinsin 6A. Var belə bir cavab. 3A kvadratı üstə gəl 6A. Bu 3-dür də inşallah ki. 8 oxşamır. Bəli 3-dür. Yaxşı. Gəlirəm növbəti suala. Deyir, düzgün kəsir olması üçün düzgün kəsirdə surət məxrəcdən hər zaman nədir? Kiçik olmalıdır. 5-dən 2-ni çıxaram, 3-ən eləyər. 7-nin üstünə 13 gəlib 20 yazaram. 20-ni də 3-ə bölsəm 6 tam 3-də 2 eləyir deyəsən. Bəli, 6, 5, 4, 3, 2, 1. Natural deyir. 0-ı götürməyəcək. Bunları, bu 11 eləyər, bu 7 eləyər, bu da 3 eləyər. Cavab eləyər 21. Buranı da bir dənə SS götürək. 2 dənə müəllim öz adını yazıb, amma biz izah verdik. Hər bir daxili bucağı bu olan diaqonallarının sayını tapmaq lazımdır. Uşaqlar, bu ixtiyarı çox bucaqlı olsun. Daxili bucağımız 171 dərəcədirsə, 180-dən 171-i çıxıb xarici bucağım 9 dərəcə eləyər. Və istənilən çox bucaqlının istəyir 5 bucaqlı olsun, istəyir 10 bucaqlı olsun. Xarici bucaqlarının cəmi 360 dərəcə olduğuna görə 9-a bölüb bunu 40 tərəfli olduğunu taparam. Diaqonalının say düsturu isə n vurulsun n-3 bölünsün 2-dir. N-in yerinə qoyaram 40 vurulsun. 40-dan, bax, bura 40 qoydum, burada 40 qoydum. 40-dan 3 çıxıb 37 yazaram, bölünsün 2-yə. 40-ı 2-yə bölərəm, 20 vur 37. Burada da cavab eləyər 740 D variantı. Diametrləri bu olan iki çevrələrin mərkəzləri arasındakı məsafə 45-dir. Çevrənin ən uzaq, ən böyük məsafəsindən danışdığına görə, uşaqlar, biz bu çevrələri kəsişdirmirik. Belə bir çevrə çəkirəm. Və bizə deyir ki, diametrləri 24 və 38-dir. Onda bunu 24 götürək. Onda diametri 24-dürsə 12 düşər. Onda diametri 38-dirsə 19 düşər. Deyir, mərkəzləri arasındakı məsafə. Mərkəzləri arasındakı məsafə, bax, buranı verib bizə 45. Onda bu hissəni tapmaq üçün uşaqlar 19-un üzərinə 12-ni gələrəm, 31 eləyər. 45-dən də 31-i çıxaram, eləyər neçə? 14. Bu hissəmizdə elədir 14 cm. Ən uzaq iki nöqtəsi arasındakı məsafə, bax, bu nöqtə ilə, bax, bunu istəyir. Yəni, bu yaşıl xətti istəyir uşaqlar bir növ bizdən. Onda bu yaşıl xəttin içində nə var? Bax, buradan bura qədər. 2-dən 19 var. Üstə gəl 2-dən 12 var uşaqlar. Bir dənə də 14 var, səhv eləmədimsə. Bu 38 eləyər, bu 24 eləyər, bu 14 eləyər. 72 üstə gəl 14, 86 var. 72, bir dəqiqə, 62. 62 üstə gəl 14. 76 eləyər. 76 eləyər. A variantı. Okey, getdik. NMK 60 dərəcə verilib. 60 dərəcə verilib. M-in məsafəsinə 12 verib bizə. M nöqtəsindən B düz xəttinə qədər olan məsafəni soruşur. M nöqtəsindən B düz xəttinə qədər olan məsafəni soruşur. Buradan bura qədər olan məsafə. Uşaqlar, bura 60 dərəcədirsə, bax, məsafə dediyinə görə burada 90 var və yaxud daxili çarpazlar bərabərdir. Burada 60 yazaram. Bu 12-yə nə qoydum mən? M-ə 12 qoymuşammış. Bura 12-dir. Onda bura 30 eləyər. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. 60-ın qarşısındakı da bundan kökdə 3 dəfə böyükdür. D variantı. Sonra bu nədir? Təliklər sistemini həll edin. Gətirib uşaqlar buradan y-ı tapın. X minus 4 eləyər. Y-ın yerinə burada x çıx 4 qoyaram. Bunu yazaram buradan. Yəni x kvadratı üstə gəl x mənfi 4 çıx 2 mənfi 6 bərabərdir 0. Tənliyin kökləri mənfi 3 və 2-dir. Bu x-in kökləridir. X-a gətirib mənfi 3 versəm burada mənfi 3-dən 4 çıxıb y-ı mənfi 7 alaram. X-a gətirib 2 versəm 2-dən 4 çıxıb mənfi 2 alaram. Yəni mənfi 3 mənfi 7 və 2 mənfi 2 belə bir cavab olmalı. Deməli, 18 nömrəli suala baxıram. Velosipedçi 120 km yola motosikletçidən 1 saat çox vaxt sərf edib. Velosipedçinin sürəti motosikletçinin sürətindən 20 km bölünsün saat az olarsa, velosipedçi həmin yola nə qədər vaxt sərf edib? Uşaqlar, bu mənim velosipedçim olsun, bu da mənim motosikletçim olsun. Velosipedçinin bütün yoldakı yola 1 saat çox vaxt sərf edibsə, bu o deməkdir ki, bizdə ümumi zaman fərqi eləyəcək. Ümumiyyətlə belə yazım da. V bərabərdir S bölünsün T deyil. Buradan T nəyə bərabərdir? S bölünsün V deyil. Mən buna uyğun yazacağım. Bizdə velosipedçinin sürəti digərinin sürətindən 20 km bölünsün azdır.
Onda belə çıxır ki, velosipedçinin sürəti V-dirsə, motosikletçinin sürəti bundan 20 km bölünsün saat çox olacaq. Onda bütün yolu 120-ni böləcəyəm V-yə. Çıxılsın 120 bölünsün V üstə gəlinsin 20. Bərabərdir ümumi yola 1 saat vaxt sərf ediblər. İndi nə edəcəyik? İndi çarpaz vuraq, ortaq məxrəc tapaq bunlardan. V vurulsun, V üstə gəl 20. Burada yazaram çarpaz 120 V üstə gəlinsin 2400. Çıxılsın 120 bərabərdir 1-ə. Mən nə edərəm? Vurub açaram. V-ni V-yə vuraram. V kvadratı. 20-ni V-yə vuraram. 20V bərabərdir 120V. 2400-dən 120-ni çıxaram. 2400-dən 120-ni çıxanda uşaqlar neçə alacağım ki? 120 deyil, bu da 120V-dir. Vay vay, bunlar gedəcək. Bunlar gedəcək, bərabərdə 2400 qalacaq. Biraz sadələşdi yenə. 2400 qalacaq. Bunu da belə yazaram. V kvadratı üstə gəlinsin 20V, çıxılsın 2400. Bərabərdir 0. V1, V2 də bərabərdir. Tam kvadrat tənliyə ayırıb da yaza bilərəm. Amma tam kvadrat tənliyi ilə yazmıram. Plus minus 400 üstə gəlinsin. Tam kvadratla yazardım gərək. Tam kvadratsız nahaq yazdım. 2400 vurulsun 4. 9600 o da ki 400 düzdürmü? 10.000. Bu da 100 eləyəcək. Mənfi 20 plus minus 100 bölünsün 2. 80-i 2-yə bölsəm neçə eləyəcək? 40. Məndə V-miz elədi 40 sürətimiz. Bizim sürətimiz elədi 40. 20-ni 40-a bölsəm bu da eləyəcək. Bizdən zamanı soruşur axı. 3 saat. Deməli sən demə bu 3 saat yolda olmuş uşaqlar. Gəlirəm 19 nömrəli suala. Kökləri bol olan kvadrat tənlikdə x1 4-dürsə mən Q-ni birbaşa tapa bilərəm. Gətirib x1-in yerinə, x-in yerinə 4 qoyaram. 4-ün kvadratı 7 vur 4 üstə gəlinsin Q bərabərdir 0. 16 üstə gəlinsin 28 yazaram buna. 14 44. Q-miz də bərabər eləyəcək mənfi 44. Onda x kvadratı üstə gəlinsin 7x minus 44 bərabərdir 0 alaram. x1 vurulsun x2 bizdə mənfi 44-dür. x1-ə 4 versəm x2 eləyəcək mənfi 11. Sənə deyir ki, mənfi 11 üstə gəlinsin mənfi 44-dür tap. Bu da eləyəcək mənfi 55. C variantı. Bunu nə saxlayayım? Belə saxlayayım. Gəlin növbəti suala. Nə deyir bu sualda? Nə deyir burada? 7 vurulsun 2 üstə 11 üstə gəlinsin 3 vurulsun 4 2-nin kvadratıdır uşaqlar. Üstündə də 9. Sadəcə mən buradakı ədədləri bilmirəm biz oxuyacağımsa. 5 vurulsun 8 üstü 4 çıx 8 vurulsun 2 üstü 11-dir deyəsən bu da. Bu deyəsən PDF-dən PDF olunub. Mən düz tapmamışam. Hər müəllim öz adını yapışdırıb deyə üstünə. Mən əziyyət çəkirəm. 2 üstə 11 üstə gəlinsin 3 vurulsun 4-də 2-ni bu da 18 eləyər. Yenə deyirəm misalı bilmirəm düz köçürmüşəmsə. Bu 8-i 2-nin kubu kimi yazsam üstündə də 4 yazsam 2 üstə 12 eləyər. Bu da 8 vurulsun 2 üstə 11. Surətdən 2 üstə 11-i mötərizə xaricinə çıxartıb 7 üstə gəlinsin 3 vurulsun 2 üstə 6 yazaram. 2 üstə 6 yox 2 üstə 7 11-dən bu 18-dən 11-i çıxıb. Məxrəcdən 2 üstə 11-i çıxartsam 5 vur 2 çıx 8 eləyər. O da bunlar gedər. 2 üstü 7 128 eləyəcək. 128-i vuracağım 3-ə. Düz dedimmi? Bəli. 128-i 3-ə vursam 384 eləyərəm. Üzərinə də bir dənə 7 gələrəm. Bu 391 eləyəcək. Mən böyük ehtimal bəlkə də səhv almışam. Bu ondan da 8-i çıxsam 2. Mənim ədədlərim səhvdir. Ona görə cavab da düzgün alınmır. Çünki heç görə gözüm görmür onları balaca. Əsas odur ki, gedişata fikir verin siz. Nə deyim daha? 21 nömrəli sualda. 45 kiloqram 4%li məhlul. Əvvəlcə baxaq 45 kiloqramlı məhlulda nə qədər duz var. 45-i vurub 4-ə bölərəm 100-ə uşaqlar. O da eləyəcək nə qədər? 45-i vurub 4-ə bölsəm 100-ə 1,8 kiloqram bunda duz olacaq. 20 kiloqram 6%li məhluldan da danışırsa 20-ni vurub 6-ya bölərəm 100-ə. Bunlar duzlardır məndə. Duz, bu da duz. Deyir ki, mənə məhlulla su əlavə eləmişsən. Uşaqlar, mənim məhlulum, bax məhlul. Biri 45 qramdır, biri də 20 qram. Üzərinə də 35 qram duz əlavə eləmişəm. 80 üstə gəl 20, məhlulum 100 qram imiş mənim. Bizə demişdik ki, neçə faizli məhlul alınar deyəndə hər zaman duzdan danışır. Duzumuz da 1,8 üstə gəl 1,2-ni bölərəm ümumi məhlula, vuraram 100-ə. Bu da eləyəcək 3. Düzdürmü? Variant A variantı. Paralelogramın tərəfləri 7 və 10-dur.
olsun. Bura 7-dir. Burada 10-dur. Onda burada 10-dur. Hə, diaqonalın mümkün ən böyük qiymətindən danışır. Uşaqlar üçbucaq bərabərsizliyi. Bura alfa atsam, bura beta atsam, bura kör bucaqdır. Kör bucaqlı üçbucağa görə üçbucaq bərabərsizliyini təyin eləyərəm. Bura bir dənə D qoysam, kör bucaqlı üçbucağa görə üçbucaq bərabərsizliyi 7 üstəgəlinsin ondan kiçik olmalıydı. 7-nin kvadratı üstəgəli 10-un kvadratından böyük olmalıydı. Yəni 17-dən kiçik olar gənclər. Kökün altında 49 149-dan böyük olar. 12-nin kvadratından böyük, yəni 12 tamdan böyük 13, 14, 15, 16-nın cəmini istəyir. Bu 27 eləyər, bu da 31 eləyər. Cəmləri eləyəcək 58 D variantı. Gəlirəm 23-ə. Burada nə yazılıb? AB-ni 3 verib, A-mız da bərabərdir 6 dənə B-yə. Elə deyilmi? Və yaxud da ki, elə də yaza bilərəm. Bizdə bunun açılışı nədir uşaqlar? A üstəgəlinsin B-nin mötərizədə kvadratı çıx 2AB. Ayrı-ayrılıqda tapa bilərəm. Elə bunları bir-birinə vursam, AB vurulsun, A bölünsün B, 6-nı 3-ə vurub 18 yazaram. Yəni A kvadratı uşaqlar 18-dir bir növ. Sonra bunları tərəf-tərəfə bölsəm bir-birinə, yəni AB-ni bölərəm A bölünsün B-yə. 3-ü bölsəm 6-ya neçə eləyəcək? Bu da 2-də 1 eləyər. A-lar gedər, B kvadratı bərabərdir 0,5. Elə buradan getsəm olardım. Bu da A-nın kvadratı 18-dir, bu da 0,5-dir. Cavab 18,5 eləyəcək. Belə. 18-ə böldükdə ədədimizi qalıqda 15 alınır. Hər hansı birisi qalıqda 15. 24-ə böldükdə qalıqda 21 alınır. Burada hər hansı bir başqa ədəd. 30-a böldükdə isə uşaqlar qalıqda 27 alınır. Ən kiçik natural qiymətindən danışır. Nəyə fikir verirsiniz bu tipdə suallarda? Biz bunlardan da çox danışmışdıq. Mənim ədədim olsun hər hansı bir T ədədim. 18-ə böldükdə bunu qalıqda 15 alıbsa 18 üstə gəlinsin 15 eləyər. Digər tərəfdən buraya yazaq bir dənə X yazaq. Burada yazaq bir dənə Y. Digəri bərabər olacaq 24x üstə gəlinsin 21-ə. Digəri də bərabər olacaq 30y üzərinə gəlinsin 27-yə. Fikir versəz, bizdə 18 ilə 5 arasında qismətlə, bölənlə qalıq arasındakı fərqimiz 3-dür. Deməli, onda belə çıxır ki, mən buradan tapanda ümumi ədədim mənim olacaq digərlərindən, biri digərindən 3 vahid böyük olduğuna görə T üstə gəlinsin 3 bərabər olacaq. Əki ol 18, 24 və 30-a. 18, 24 və 30 hər 3-ü 6-ya bölündüyünə görə 6-nı mötərizə xaricinə çıxartsam, bu 3 eləyər, bu 8 eləyər, bu da 10 eləyər. Burada T üstə gəlinsin 3 eləyər. Sən demə müəllimə, bizdə 3-ə 24-də 6-ya bölündə 4 eləyir uşaqlar. 30-da 6-ya bölündə 5. Bunları hardan aldım mən? 3, 4, 5. 3, 4 və 5-ə əkov tapmalıyıq. 3, 4, 5-ə də əkov, o da 60 eləyəcək də. Deyil, 60-ı da 6-ya vursam 360 eləyər. Və bu 3-ü də hər üçündən çıxacağam. Onda belə çıxır ki, 360-dan da 3-ü çıxsam, məndə T 357 eləyəcək. Gəlirəm 25 nömrəli suala. 25-i necə analiz eləyərik? Aha, daxilində çevrə çəkilib. OE-ni sənə verib ki, neçə verib OE-ni? Buradan bura qədər məsafə 10-dur. OP-ni sənə verib ki, 6-dır. Radiusum 6-dır. Bax, bu toxunandır. Toxunana bir dənə X deyərəm. Uşaqlar, burada 6 olar. Ondan altını çıxıb bu balaca yerə 4 yazaram. Çünki toxunanın kvadratı bərabərdir. Çöldə qalan hissə vurulsun bütün parça. Bütün parçamızda 16 eləyər. Yəni, x kvadratı 64-dürsə, sən demə müəllimə, x-miz 8-dir. Bu hissə 8-dir. Bir nöqtədən çevrəyə 2 toxunan çəkilibsə, bunlar bir-birlərinə bərabərdir. Yəni, bura y qoysam, burada y-dir. Pifagordan yazaram ki, uşaqlar, bax, bütün bunun uzunluğu 16-nın kvadratı, üzərinə gəlinsin y-in kvadratı, bərabərdir, y üstə gəlinsin 8-in kvadratına Pifagordan. Düzdürmü? Elə buradan da görsənir ki, məndə digər tərəfimiz neçə olacaq? 12 qoysam, bəli, ödənilir. Ya bunu muxtəsər Roma düsturu kimi açın, ya da görsənir ki, elə y 12-dir. Çünki 12-nin kvadratının üzərinə 16-nın kvadratını gəlsən, bura 20 eləyəcək. Onda burada 12 eləyər, bərabər yanlı üçbucaq olduğuna görə. Üçbucağın sahəsi də 2-də 1 AH eləyəcək. A-mız 12 üstə gəl 12, 24-dür. H-mızda isə 16-dır uşaqlar. Deməli, belə çıxır ki, müəllimə, 12 vurulsun 16 eləyəcək cavabımız. Düz oldu mu? Düz oldu. O da neçədir? 192. 26 nömrəli məsələyə gəlin. BS-ni sənə 14 verib, AD-ni sənə 26 verib, sahəsindən danışır. Buradan bir dənə hündürlük çəkərik. Burada 14-dür. 26-dan 14 çıxıb 12 yazaram. Uşaqlar, 45 dərəcəli bucaq olduğuna görə burada 45-dir. Onda bu 12-dirsə, bu hissə də 12-dir. Hündürlüyümüz də 12-dir. Trapesiyanın sahəsi kiçik oturacaq, böyük oturacaq. Böl 2 vur hündürlükdür.
40 bölü 2 20 vur 12. 240. Düzdürmü? Deyəsən 240. Yaxşı. Gəlirəm 27 nömrəli suala. 27 nömrəli sualda nə deyir? Tənliklər sistemi üçün uyğunluğu müəyyən etmək lazımdır. Uşaqlar, uyğunluğu necə müəyyən edərəm? Mən yazaram ki, mən nə yazaram? Birinci deyir, yalnız bir həlli var. Yalnız bir həlli olması üçün 2 bölünsün 5 bərabərdir. A-ya gətirib qiymət qoyaq, bir də B-yə də qiymət qoyaq. B-yə gətirib 7,5 qoysam, mənfi 3 bölünsün 7,5 bərabərdir A bölünsün 10. Burada eləyəcək, mənfi 7,5 qoyanda ödəməyəcək. Mənfi 7,5 qoyanda düz gəlməyəcək. Həlli yoxdurun qaydası bir-birlərinə bərabər olmamalıdır, düzdürmü? Gəlin elə ondan gedək. Birinciyə hansı variant gələcək? Birinciyə yazacağım 5-dəki bölünsün mənfi 3 böl B. Qoyma bunların hamısı yazımda. Bölünsün bu. Elə deyilmi? Gəlin belə yazaq. Buradan yazdım ki 2B bərabərdir mənfi 15-ə. B də bərabər olacaq mənfi 7,5-ə. Elə bil ki, bunlar bir-birinə bərabər olub bu olmayanda B-nin mənfi 7,5 qiymətində tənliyin yeganə həlli var. Gedə bilər. B-nin mənfi 7,5 qiymətində. Amma A 4 ola bilməz. A 4 olsa bunlar bir-birinə bərabər olur. A mənfi 4 olsa. Yəni birinciyə Y variantı gedər. Gəlirəm ikinciyə. Daha doğrusu həlli olmaz daha doğrusu. Bunlar ikisi bir-birinə bərabər olub, üçüncüsü bərabər olmasa. Həlli yoxdur. İkinciyə Y gələcək. Sonra birinciyə yalnız bir həlli var. Yalnız bir həllinin olması üçün hardan yazım? Yalnız bir həllinin olması üçün A1 bölü A2 bərabər deyil B1 bölünsün B2 şərtini ödəməlidir. Yəni 2 bölünsün 5 bərabər olmamalıdır mənfi 3 bölünsün B-yə. B bərabər olmamalıdır mənfi 7,5-ə. B bərabər olmamalıdır mənfi 7,5-ə. Yəni ikinciyə gedəcək. Mən nə yazdım? Birinci bir həlli var. Bəli, bir həlli var. Bir həlli olması üçün buna gedəcək yeganə həlli. B variantı səhv eləmədimsə. Sonsuz sayda həlli üçün də hamısı bir-birinə bərabər olmalıdır. Burada mənfi 7,5 olmalıdır B-miz. A-mız da ki mənfi 4 olmalıdır. A-mız da müsbət 4 olmalıdır. Mənfi yox. Bu da 2-də 5 olsun. A-nın müsbət 4 qiyməti, B-nin isə mənfi 7,5 qiyməti A variantında. Sonra situasiya suallarına da baxaq. AB-ni bizə 8 metr verib. Bəli. 8 metr. 1 metrimiz 10 desimetr olduğuna görə buna yazacağım 80 uşaqlar. Elə buraya yazaq 80. Digər tərəfdən BC-ni 23 verib. Burada 230 yazarıq. Option, biz hovuzun da tərəflərini tapmalıyıq. Hovuzun tərəfi buradan 18 çıxıram, buradan da 12. Yəni 30. 230-dan 30'u çıxıb 200 metr yazacağım bura. 6 ilə 8. 14'ü çıxsam 80-dən 8-dən də burada 66 yazaram. Mən bunu tapdım. İndi bizə deyir ki, hovuzun su olan hissəsinin səthinin sahəsini tapmaq lazımdır. Hovuzun su olan hissəsinin səthinin sahəsi uşaqlar. Bura 66 verib yan tərəfimiz. Digər tərəfimiz də 200'dür. 66'nı vuraram 200'ə. O da eləyəcək 132, yanında da 2 ilə 0. Bu eləyəcək kvadrat desimetrlə mən tapım. Mən desimetrlə tapmışam, amma metrlə tapmaq istəyiriksə 100'ə böləcəyik, 132 kvadrat metr yazacağıq. Sonra deyir ki, hovuzun ətrafına vurulmuş metlaqın 1 kvadrat metrinin qiyməti. Bu hovuzun ətrafı bundan danışır. Deməli, mən ümumi düzbucaqlının sahəsindən böyük, buraya yazıram böyük düzbucaqlının sahəsindən, yəni 80 vurulsun 230-dan. 80-i 230'a vuranda neçə eləyir? 24, o da neçəni vuracağım? 23'ü vuracağım 8'ə. Düzdürmü? Gəlin vuraq da. 23 vurulsun 8. Bu da eləyəcək 184. Mən bunların metrlə hesablasam olar. 184 yazım buna kvadrat metr. Digər tərəfdən bunun da uzunluğu 132 idi. Biz tapmışdıq burada. Hovuzunda 132 idi. Yəni 66'nı vuracağım 200'ə. Bu da 132 kvadrat metrlə yazıram da uşaqlar. Bir desimetrlə yazmıram. Deyir ki, onda mən yazacağım 184'dən 132'ni çıxaram. Bu da eləyər 2. Çünki bizdə bu kənarda qalanlara nə qədər metlaq istəyirsə onu soruşur. Burada eləyəcək 5. 52 kvadrat metrə soruşur ki, 5% artıq metlaq almışam. Yəni 52'nin 105%'ini tapacağım. 52'ni vurub 105'ə böləcəyəm 100'ə. Bu da eləyəcək 1092. Sonra deyir ki, boş hovuzu doldurmaq üçün birinci kranı açıblar. Lakin 2 saat sonra məlum olub ki, ikinci kranı bağlamaq yaddan çıxıb. Deməli, belə çıxır ki, mən birinci kranımda 9 saat işləyib. 9 saat işləmişdi.
və 2 saat açıq qalıb. Onda 1 saata kranın 9-da 1-ini dolduracaq. Amma 2 saat açıq qalıbsa 2-yə vuracağam. Və ikincisi boşaldıb, şərtdə özü deyir. Bu da 12-də 1 hissəsini boşaldıb, amma 2 saat açıq qalıb, özü deyir. Yəni 12-də 9-da 2-dən 12-də 2-ni çıxaram. Ortaq məxrəc 16. 36-nı 9-a bölərəm. 4, 8, çıx 6. Bu da eləyəcək 36-da 2, bu da eləyəcək 18-də 1 hissəsi dolub. Boş hovuzumuz isə 18-də 18-dən 18-də 1-i çıxaram. Bu da eləyər 18-də 17 boş. Sənə deyir ki, ikinci kranı bağlamaq yaddan çıxıb. İkinci kranı bağladıqdan sonra nə qədər vaxt sonra birinci kran hovuzu tam doldurar. Birinci kranda hovuzun 9-da 1 hissəsini doldurur baxı. Yəni 9-da 1-i deyir neçəyə vursam, təkcə mənim hovuzumun boş qalan hissəsi dolar. Buradan da x bərabərdir uşaqlar. 18-də 17-ni vuraram 9-a. Bu da eləyər 17 bölünsün 2, neçə eləyəcək? 8,5. Bu qədər. Bu qədər növbəti sınaqlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.